3000 il əvvəl biz Tövratı aşkar etməyə başladıq. Əslində biz onu mahiyyətcə 6000 il bundan əvvəl Adam Rişondan başlayaraq aşkar etmişdik. Sonra isə bütün kabalistlər zənciri vasitəsilə Musaya qədər. Ona görə də mahiyyətcə Musa birinci kabalistdir ki, bütün bu şeylər haqqında sistematik və ardıcıl surətdə yazdı və İsrail xalqına ötürdü. Belə olan halda onun yazdığı kimi bizə olan münasibətdə bu kitab Qanunlar kitabı adlanır və Musa onu xüsusi bir formada yazmışdı. Biz bilirik bu barədə. Bu Tövrat dilində yazılıb, Tanaxın dilində yazılıb. Bu budaqlar dilidir. Harada ki o bizə əslində ali sistemi izah etmək istəyir. Onun bizə təsirini bizə aşkarlayır. Həmçinin onun mövcudluğunu və bizə olan təsirini təsvir edir. Və o bütün bunları kök və budaq dilində yazıb. Yəni o orada mövcud olan bütün bizim dünyada mövcud olan qüvvələr formasında, hansı ki bizdə təzahür edir, onların kökünü götürüb. Lakin o öz təsvirində ali qüvvələrdən danışır, hansılar ki bizim bu reallığa təsir edir. Və Musanın yazdığı bu kök və budaq dilindən çalışmağa çalışırıq ki, nə baş verir ali aləmlərdə. Bu, bilirsiniz nəyə oxşayır? Elə bil ki, mən psixoloqun yanına gəldim və deyirəm ki, mən nədənsə qorxuram. Belə olanda psixoloq mənə deyir ki, bəli, mən anlayıram ki, sən qorxursan və mən sənə aşkar edərəm ki, bu qorxunun səbəbi nədir? Məsələn, sən ona görə qorxursan ki, deyək ki, sənin bədənində müəyyən bir maddələrin disbalansı var. Hər hansı bir, məsələn, maddəni qəbul edir, qəbul et, qəlbin harmoniyaya girəcək və hər şey qaydasına düşəcək. Mən də bu maddəni götürürəm, onu uduram və mənim qorxum yox olur. Yəni, mən nə edirəm? Mən içimdəki bu qüvvələr balansına təsir edirəm və bunun nəticəsində balans tarazlıq yaradıram. Eləcə də Musa bizə izah edir ki, nəyə görə biz qaydada deyilik, nəyə görə biz tarazlıq vəziyyətində deyilik təbiətdə. O deyir ki, ona görə ki, bu ali qüvvələr bizə təsir edirlər ki, bizi inkişaf etdirsinlər. Bizi inkişaf etdirmək üçün bizi tarazlıqdan çıxardırlar. Biz isə təhlil edib anlamalıyıq ki, biz necə etməliyik ki, bu indiki olduğumuz vəziyyətdən çıxıb tarazlıq vəziyyətində ruhani inkişafa necə gəlib çata bilərik.